Sonra 1908-ci ildə hamıya məlumdur ki, Ağamson Nağıyev oğurlanıb. 1908-ci il dekabrında oğurlanıb və 3 gün təxminən saxlayandan sonra onu buraxıblar. O vaxtdan hansısa formada bu şaya buraxılıb ki, o oğurluğu təşkil edən Stalin olub. Onda Stalin həqiqətən Bakıda idi, burada fəaliyyət göstərirdi. Həmin oğurluq, quldurluq işlərinə məşğul olurdu. Amma artıq o arxiv sənədlərlə sübut olunub ki, 1908-ci ildə Ağamson Nağıyev oğurlananda Stalin həbs olunmuşdu Bakıda və sürgün olunmuşdu. Sibirə, qatarda, yoldaydı. O istəsə də o oğurluqda iştirak edə bilməzdi. Yaxud Tağıyev, Bakıya Şollar suyunu Tağıyev çəkdirib deyirlər, belə bir buraxılıb belə bir fikir, amma bu da bir Bakı əfsanəsidir. Hətta faktlarla belə yəni çıxarda bilmirik üzə ki, bunlar artıq silinsin, getsin şuurdan. Faktlarla çıxardılır, yazılır, pozulur. Hesablanıb ki, 1911-12-ci illərdə Hacı Zeynalabdin Tağıyevin ümumi var dövlətinin miqdarı hardasa 15-16 milyon rubl olub. Sənədləri durur, onun bütün var dövlətin mal mülkünü hesablanıb. Olub hardasa 15-16 milyon rubl. Amma Şollar suyu çəkilib Bakıya 33 milyon rubla. Yəni Tağıyev istəsə də bu çəkdirə bilməzdi. Sadəcə Tağıyev bu suyun çəkilməsinin təşəbbüskarı olub.